Çullu kəndinin məsələsi müsbət həllini tapmayıb. Ağdam rayon rəhbərliyi kənd sakinlərinə təsir edir ki, öz kəndlərinə qayıtmasınlar. Bunları iddia edən Ağdam rayon Çullu kənd sakinlərini Media TV Az Media qrupu təqdim edir, qarşı tərəf dinləməyə hazırıq. Ağdam rayonunun Çullu kənd qəbirstanlığında yığışmaqda məqsədimiz odur. Mən Əmrov İdris Hüseynoğlu, şəhid atası kimi şəhid balamızın birinin məzarının başında durmuşuq. Bu hansı ki, hal-hazırda bu torpaqlarımızın azad olunması, onun qorunması uğrunda canını fəda eləmiş oğullardan da biri budur. Özü də Daxili İşlər Nazirliyinin əməkdaşı olub Leytenant Əmrov Rasim Şuroğlu. Ona görə də indi bir cəmaət kimi biz dəfələrlə kəndimizə qayıdışla bağlı müraciət eləmişik. Bizim hələ indiyənə qədər etdiyimiz müraciətlərin heç birisinə bir müsbət fikir almırıq. Yenə də o öz işini görən məmurlar işini görüb bizi gözürlər, başqa gözün verirlər. Hal-hazırdakı Çullu kəndində kənd bərpa olmayacaq. Bizi başqa kəndə, yəni Xıdır kəndinə məcburiyyət ayağında, təbliğatla bu bəzi təsirlər qaydasında istəyirlər ki, bizim kəndimiz boşalsın. Ona görə də mən üst tuturam Prezidentimiz cənab İlham Əliyev cənablarına və eyni zamanda onun xanımı, birinci xanım Mehriban Əliyevaya və onun yerlərdə Qarabağ bölgəsində səlahiyyətli nümayəndəsi olan Emin Hüseynov cənablarına üzümü tuturam ki, dəfələrlə dediyimizə baxmayaraq yenə mən onlardan ümid gözləyirəm. Onlardan çox xahiş edirəm bir şəhid atası kimi bizim kəndimizin öz yerində bərpa olunmasına bizə köməklik eləsin. Qaldı da ki, o yerlərdə dolayısı yollarla tikili qoymurlar tikməyə. Hal-hazırda dəfələrlə çəkilişdə də göstərmişik. O boyda tövlə tikilib. Amma bir dənə şəhid bulağının üstündə bizə onu deyib göstərdilər. Ki, bəs belə olmaz, hələt burada daşı daş üstə qoyma olmaz. Bəs bir bulağın daş üstə daşı qoyulmamasının səbəbindən o boyda tövlənin tikilməsinə kim razılıq verir? Hələ heç kəs bu məsuliyyəti boynuna götürmür. Ona görə yenə çox xahiş edirəm Prezidentimizdən ki, bizi öz diqqətində saxlasın, bizi arzumuza çatmaqda bizə köməklik eləsin. Ona əgər əvvəlcədən öz təşəkkürümü bildirirəm. Qaldı da ölkəmiz var olsun, onun arxasında duran cəmaət bizik, onun o yumruğunun, o göstərdiyi yumruğunun bir hissəsi bizik. Həmişə o yumruğun içində olduğumuz kimi də möhkəm durmuşuq, duracağıq. Yenə bizim arzumuz ancaq yerinə yetsin. Yenə ondan dönə-dönə xahiş edirəm, bizi nəzər alsın. Mən Çullu kənd sakini İsayev Gülşat Qaraşoğlu. Bu kənddə doğulmuşam, bu kənddə böyümüşəm. Bütün kəndlər kimi bizim də kəndimiz işğal vaxtı işğal olundu. Məcburiyyət qarşısında, məcbur qaldıq kəndimizi tərk etdik. İkinci Qarabağ Savaşında şəhidlərimizin, qazilərimizin qanı canı bahasına torpaqlarımız azad oldu. Hamı kimi biz də sevindik ki, torpaqlarımız azad oldu. Yenə qayıdacağıq kəndimizə, yenə ev tikəcəyik, yenə yaşayacağıq, yanacağıq. İndi bizi bura qoymurlar. Bizə görün nə təhlükə edirlər. Siz kəndinizi yalınızdan çıxarın, sizin kəndiniz tikilməyəcəkdir. Gəlin sizə Xızırdan ev verin. Bəs biz bu gələcək nəsilə, ölənlər öldü, getdi, Allah rəhmət eləsin. Gələcək nəsil gələndə bu yerdə qalandan deməyəcəkin ay əmi, ay dayı, ay xala, ay mama, ay baba, ay nənə. Siz işğal oldu, kəndiniz çıxdınız. Sonraki işğaldan azad oldu. Sərbəst qayıtdınız. Niyə kəndinizə qayıtmadınız? Biz onlara nə dəyəcəyik? Səfərov Sahib Fərliqoğlu, Çullu kənd sakini. Mən bu kənddə doğulmuşam, bu kənddə böyümüşəm, hərəkət eləmişəm. Nə cavanlığım olub, bu kənddə olubdur. Ermənilərin, məmurların nəticəsində bu kənddən qovulmuşuq. 32 ildir bu kəndin həsrətindəyik. Allah'a şükür ki, şəhidlərimizə borcluyuq, qazilərimizə borcluyuq. Ordumuza Allah kömək olsun, prezidentimizi Allah qorusun. İndi də öz kəndimizi alıb bizim kəndə gəlməyimiz üçün məmurlar icazə vermirlər, qoymurlar. Dəfələrlə şikayət elədiyimizə baxmayaraq, müraciət elədiyimizə baxmayaraq, heç bir məmur bizim işimizə müsbət nəticə söyləmirlər. Prezidentimiz 50 dəfə danışır, hər dəfə çıxışında deyir ki,
memurlara sizi mən vəzifəyə qoymuşum. Gedəndə cəmaatı incitmən, cəmaatı köməkli elən. Amma halbuki həmən sözdən sonra icra başçıları, başqa məmurlar öz bildiklərini eləyirlər. Elə bil Allah qoyub bunlar burada, Allahlıq eləyirlər. Bizim kəndin silinməsi üçün hər vasitəyə əl atırlar. Bizim cəmaatı elimizə, olmamıza çox hörmətsizlik eləyirlər. Hörmətsizlik eləmək odur ki, bu cəmaatı kəndinə qoymurlar, amma kimin hansı məmurunsa ferma timəyinə razı olurlar. Birinci Allah şəhidlərimizə rəhmət eləsin, yerləri nurla dolsun. Qazilərimizə sağlamlıq versin. Mən bir ana kimi, bir qadın kimi, heç kim, heç zat bilmirəm, besavad adamım. Çox danışmaqla da işim yoxdur. Prezidentimlə, bir də Mehriban Əliyevdən, bir prezidentim, bir sərkərdən, bir də Mehriban Əliyevdən xahiş eləyirəm. Bizi qaytarsın öz yerimizə, yurdumuza. Bu millət 30 ildir yol gözləyir. İndi də yorulmuş günümüzə belə işlər düşür. Bizə hörmət eləsinlər, bizə eşitsinlər. Bizim sözümüzü söykək versinlər. Bax bu yurt mənim balalarımın atasının yurdudur, balalarının. Öz yurdumuzu nətər deyim, nə dillə deyim, deyə bilmirəm. Öz yurdumuzu verin, özümüz gələk öz yurdumuzda tikilək, öz elimizdə olaq. Bizim elimizin adını heç kim batıra bilməz. Heç kəs bu elin adını batıra bilməz.